Salam, 11 nömrəli sualda bərabərliyə əsasən kompleks ədədin xəyali hissəsini soruşur. Z üstü xətt kompleks ədədin qoşmasıdır deyir. Z ədədi A plus B olsun, onun qoşması isə A minus B-yə bərabərdir. Gətirib yerinə qoyuruq. 3 vur, Z-in yerinə yazıram A üstə gəl B-i, üstə gəl 4 vur, Z üstü xəttin yerinə yazıram A minus B-i. Bərabərdir 1 üstə gəl 3i bölünsün 3 minus i. Bunları vurub açırıq. 3a üstə gəl 3 vur b-i üstə gəl 4a minus 4b-i. Vururuq bunu çarpaz 3 minus i-yə bərabərdir 1 üstə gəl 3i. Bunları vurub açaq. 3a və 4a bizə verir 7a. B-ləri də toplayanda minus b-i qalır. Vururuq bunu 3 minus i-yə bərabərdir 1 üstə gəl 3i. 21a minus 7ai minus 3ib. Üstə gəl b-i kvadratı bərabərdir 1 üstə gəl 3i. 21a bir də burada i kvadratı 1, 2 -1'ə bərabərdir. B-ni də -1'ə vuranda minus b. İ'ləri bir qruplaşdırırıq. İ'lərdən də i'ni orta qrup çıxartsaq qalır 7a üstə gəl 3b. Bərabərdir 1 üstə gəl 3i. İndi nəyə diqqət edirik? Sol tərəfdə həqiqi hissəyə uyğun hissə 21a minus b-dir. 21a minus b. Sağ tərəfdə həqiqi hissəyə uyğun ədəd isə 1-ə bərabərdir. Sol tərəfdə xəyali hissə, yəni i-nin əmsalı mənfi ilə birlikdə götürürük. Yəni mənfi 7a üstə gəl 3b-dir. Sağ tərəfdə i-nin əmsalı 3-dür. İndi buradan 7a üstə gəl 3b mənfi 3-ə bərabərdir. Bu ikisindən tənliklər sistemindən a və b-ni tapırıq. Gəlin indi bunu əldə edək. Deməli 21a minus b bərabərdir 1-ə. Bunun hər tərəfini 3-ə vursaq 21a üstə gəl 9b bərabərdir -9. Bunlar tərəflərə çıxanda a'lar islah gedir. -10b bərabərdir müsbət 10-a. B olacaq -1. 21a minus -1 bərabərdir 1. 21a bərabərdir deməli 0-a, a da olacaq 0. Bizə nəyi soruşurdu? Bizdən soruşurdu xəyali hissəni, yəni i-nin əmsalını. I-nin əmsalı da b-dir. B də -1-ə bərabərdir. Cavab olacaq D variantı.